Müəllimlər, necəsiz? Hər vaxtınız xeyir olsun. Dərsimiz 6-cı sinifin 8-ci mövzusu olan məlumatların konstruksiya edilməsi, düzbucaqlı və müxtəlif formalı detalların çertyoju mövzusudur. İlk öncə gəlirik konstruktor kimdir? Konstruksiya etmə nədir? Konstruksiya sözü hansı dildən bizim dilimizə keçmişdir? Bunlar haqqında məlumat əldə etmək. Konstruksiya etmə nədir? Konstruksiya etmə məlumatın hazırlanmasında ən başlanğıc mərhələdir. Konstruksiya etmə məlumatın hazırlanmasının ilkin, ən birinci mərhələlərindən biridir. Konstruksiya nədir? Konstruksiya latın dilindən tərcümədə quruluş deməkdir. Konstruksiya latın dilindən tərcümədə quruluş deməkdir. Adətən konstruksiya etməni məlumatın xəyali təsvirindən başlayır. Yəni konstruksiya etmə bir insanın, bir şəxsin, konstruktorun və yaxud da ki bu layihəni fikirləşən insanın beynində canlanır. Beyninin xəyali bir təsvirindən başlayır. Daha sonra bilirsiniz ki, bir məlumatı hazırlamamışdan öncə nə edirdik? 5-ci sinifdə keçmişdik. Onun eskizini hazırlayırıq, texniki rəsmini, çertyojunu yerinə yetiririk. Daha sonra artıq bu, belə deyək də, bizim məlumatımız hazırlanmış olur. Daha sonra deyək ki, lazımi materiallar seçilir. Məlumatın təcrübə nümunəsi hazırlanır. Onun möhkəmliyi və işləmə qabiliyyəti yoxlanır. Qüsurlar aradan qaldırılana qədər, məlumat mükəmməl nəticə alınana qədər təkmilləşdirilir. Bəs konstruktor kimdir? Konstruktor bir şəxsdir, bir insandır. Konstruktor quruluşçu deməkdir. Baxın, burada konstruksiya ilə konstruktoru bir-birinə qarışdırmayın. Konstruksiya quruluş deməkdir. Amma konstruktor quruluşçu. Sanki bir insan, bir şəxsdən danışır. Görürsünüz, konstruktor. Kim konstruktor? Quruluşçu. Adətən deyir ki, məlumat üçün bir neçə variant düşünür. Yəni məlumatın bir neçə variantını, yaradır. Təsəvvüründə onun bir neçə növ variantı olur. Konstruksiya etmədə variantların çox olması variativlik adlanır. Bəs variativlik nədir? Variativliyə hansı xas xüsusiyyətlər var? Deməli, məlumatın dizaynına, onun quruluşuna və xarici görünüşünə xas olan cəhətlər variativlikdə, yəni variativliyin içərisində onun quruluşu, dizaynı və xarici görünüşünə xas olan cəhətlər var. Bəs dizayn özü nədir? Dizayn özü ingilis mənşəli sözdür. Tərcümədə fikir, layihə və yaxud da ki, təsvir deməkdir. Konstruksiya edilən məlumat neçə cür olur? Konstruksiya edilən məlumat möhkəm, etibarlı, az xərc aparan və texnoloji olmalıdır. Bir daha deyirəm, konstruksiya edilən məlumat neçə cür olur? 4 cür: möhkəm, etibarlı, az xərc aparan və texnoloji. Bəs desək ki, hazırlanmasına mümkün qədər az vaxt, maddi vəsait, əmək və material sərf olunan məlumat texnoloji hesab olunur. Deməli, texnolojidə nə var? Az vaxt, maddi vəsait, əmək və material sərf olunursa, baxın, gördünüz, hər birindən var. Bu texnolojidir. Bəs möhkəm məlumat dağılmadan ona verilən yükü qəbul edir. Möhkəm məlumat dağılmadan ona verilən yükü qəbul edir. Müəyyən olunmuş istismar müddəti ərzində dayanmadan işləyən məlumat etibarlı hesab olunur. Yəni, bu sanki bir etibarlı insandır. Dayanmadan işləyir, dayanmadan belə deyək, əziyyət çəkən insan, etibarlı insan hesab olunur. Yəni, etibarlı hesab olunur. Qənaətli nədir? Qənaətli bəs necə olmalıdır? Qənaətli təbii ki, ucuz olmalıdır və əlavə xərc tələb etməməlidir. Baxın, qənaətlini zaten baxan kimi görəcəksiniz ki, qənaətli məlumat az xərc aparan və ucuz başa gələn, daha doğrusu xərc tələb etməyən və ucuz başa gələndir. Bu da belə, müəllimlər. Daha sonra bütün bu vacib olan xüsusiyyətlər məlumatın keyfiyyətli olması deməkdir. Yəni, bu xüsusiyyətlər varsa, o məlumat artıq keyfiyyətli bir məlumat hesab olunur. Oduncağın emalında ən geniş yayılmış detallar hansı formada olur deyə sual olunsa, deyirik düzbucaqlı və en kəsik dairəvi, silindr və konus şəklində olan detallardır. Oduncağda ən çox yayılmış, ən geniş yayılmış detallar, bir də deyirəm düzbucaqlı, en kəsik dairəvi, silindr və konus şəklində olan detallardır.
Sonra müəllimlər, burada şəkil, deməli, bir də silindir və konus şəkli olan detalları göstərir bizə. Hansıdır? A bel üçün dəstək, B taxta çəkic üçün dəstək. Sonra C stol ayağı, C yeyə və iskənə üçün dəstək, D isə kartof əzəndir. Baxın, A-nı yadda saxlaya bilərsiniz ki, uzundur. Uzundur. Nəyə daha çox bənzəyir? Bel üçün dəstəyin, belə deyək də, dəstəyə bənzəyir. Uzundur. B taxta çəkic üçün dəstək. B. Sonra C-yə baxanda bu hissəsindən, yəni onu yadda saxlaya bilərik ki, bu stol ayağına oxşur bu hissəsindən sanki. Orada görürsünüz elə ki, bir keçəcək yer var. Görürsünüz konus şəklində gəlir. Konus varidir bu. Silindirik və konus şəkildir. Həmçinin bu silindir formasındadır. Daha sonra C-də yeyə və iskənə üçün dəstəkdir. D-də isə kartof əzənin şəkli verilmişdir. Sonra baxırıq. Stol və stulların oturacaqları, yeşiklərin divarları düzbucaqlı formasında olur. Stol və stulların oturacaqları, yeşiklərin divarları hansı formada olur? Düzbucaqlı formada olur. Bellərin, taxta çəkiclərin, xəkəndaz və yiyələrin dəstələri isə silindir və yaxud da ki, konus şəklində olan detallardan ibarətdir. Bayaq şəkillərdə də göstərdiyim kimi. Bu məlumatların, deməli, burada bir dənə hansı düzbucaqlı formada verilir? Stol, stulların oturacaqları, stol və stulların oturacaqları, bir də yeşiklərin divarları düzbucaqlı formasında olur. Sonra məlumatın bir çoxunu məktəb emalatxanalarında hazırlamaq olar. Bunun üçün deyir, işin eskizini, texniki rəsmin çertyojunu yerinə yetirməsindən başlayır. Bu da belə. Sonra burada bir neçə detaldan ibarət olan məlumatlar göstərilir. Baxın, şəkil A və şəkil B-də. A-da nədir? A-da iki detallı taxta çəkic. Baxırıq, 2 detaldır. Nəyi var? Dəstəyi və başlığı. Neçə hissəsi oldu? 2 hissəsi. Deməli, bir də deyirik, neçə hissədən ibarət idi? 2 hissədən, dəstək 1, 2 isə onun başlığıdır. B şəklində olan isə otaq bitkiləri üçün 3 detallı altlıqdır. Baxırıq onun hissələrinə. 1 ayaqlar, 2 reyka, yəni bu üzərində gördüyümüz hissələr onun reykasıdır. 3 isə üzərinə bağlanmış bu qara nöqtələrlə gördüyümüz şuruplar və yaxud da ki, mismar da ola bilər. Bir neçə detaldan ibarət olan məlumat yığma çertyojunda təsvir olunur. Bu yığma çertyojunun tərifidir. Nə deyir? Bir neçə detaldan ibarət yığma çertyojunda təsvir olunur. Daha sonra burada bucaqlığın çertyoju göstərilir. Daha doğrusu bucaqlığın yığma çertyoju və burada hansı hissələr var, nə göstərilir? Deyir, burada A görünüşündə, daha doğrusu A-da əsas görünüş, bu hissə, B-də yandan görünüş, C-də spesifikasiyası, C-də isə əsas yazısı göstərilir. Sonra indi burada verdiyi çertyojun, baxın bu şəkildə olan çertyojun artıq burada onun haqqında danışır ki, hansı hissələr var, orada nə verilib, nə demək istəyir, onun haqqında bir məlumat verir. Nə deyir? Nümunə kimi dedi, bucaqlığın çertyoju nəzərdən keçirik. Bucaqlıq 90 dərəcəlik bucaq altında bir-birinə yapışqanla dəqiq yapışdırılmış, tərpənməz dayaq və xəttkeşdən ibarət. Deməli, bizim bucaqlığımız hansı hissələrdən ibarətdir? Bir-birinə 90 dərəcəlik bucaq altında yapışan, görürsünüz ki, bu 90 dərəcəlik bir formadır. Gördüyünüz kimi bucaqlıq hansı formada? 90 dərəcə, indi biraz əyri oldu. 90 dərəcəlik bucaqdır. Bu 90 dərəcəlik bucaq altında yapışan bu iki hissə tərpənməz dayaqdan və xəttkeşdən ibarətdir. Bucaqlığın dayağının baş hissəsində yuva var. Bucaqlığın dayağının baş hissəsində yuva var. Deməli, yuva olan hissə hansı hissədir? Onun dayağı. Və xəttkeş həmin yuvaya geydirilir və yapışdırılır. Yəni, o iki hissə bir-birinə yapışdırılır. Bir də deyirəm bucaqlığın dayağının baş hissəsində, yəni bucaqlığın dayaq hissəsində yuva var. Bizdən soruşulsa ki, bu 90 dərəcəlik bucaqlığın yapışdırılması zamanı yuva hansı hissədədir, belə deyək,
dayaqdadır yoxsa xəttkeşdə? Deyirik ki, dayaqdadır. Xəttkeş isə həmin yuvaya ceydirilir. Yığma çertyojunda məmulatın quruluşunu təyin edən görüntülər təsvir olunur. Və bucaqlığın yığma çertyoju üçün iki görüntünün olması kifayət edir. Hansı görünüşlər? Əsas və soldan görünüşlər. Əsas məqamlardan biridir. Yığma çertyojunda iki görünüşün olması kifayətdir. Əsas və soldan görünüşlər verilir. Sonra yığma çertyojunun aşağı sağ küncündə əsas yazı yerləşdirilir. Bu şəkil üzərindən göstərəcəm. Baxın, görürsünüz nədir bu? Yığma çertyojudur. Bu ümumiyyətcə bu şəklin özü, bu şəklin özü bütövlükdə yığma çertyojudur. Düzdür? Yığma çertyojunun aşağı sağ küncündə nə verilib? Əsas yazı. Baxın, bu hissə burada da deyir əsas yazı, C-də göstərilir əsas yazı və C-də də əsas yazını verib. Baxın, bu spesifikasiyadır. C, bu hissə. Bu hissəsi. Amma C olan hissə isə əsas yazıdır. Deyir ki, əsas yazı yerləşdirilir yığma çertyojunun sağ küncündə və spesifikasiyada sağ küncdə yerləşir. Və deyir, burada lazım olan ölçülər, məmulatın yığılması üçün lazım olan ölçülər göstərilir. Baxırıq, görürük ki, burada nə göstərilib? Ölçü. Yəni miqyası. Miqyası nədir? 1-in 2-yə olan miqyasda bu çertyoj, bu bucaqlıq yığılacaq deməkdir. Sonra başqa nə var? Bucaqlıq üçün ölçülər. Bucaqlıq üçün ölçülər 150 artırırıq 200 və 30 millimetrdir. Sonra burada nə var? Əsas yazının üst tərəfində və ayrı-ayrı vərəqlərdə yığma çertyojunun spesifikasiyası yerləşdirilir. Baxdıq bayaq şəkildə bir daha baxaq, daha dəqiq yadda qalsın. Gördüyümüz kimi əsas yazı bu hissədədirsə, bunun üzərində olan bu hissə bunun spesifikasiyasıdır. Harda yerləşir? Əsas yazının üzərində. Deməli, belə deyirik, ya ayrı vərəqlərdə verilir, belə deyək, A4 vərəqinin çertyojun sağ küncündə və yaxud da ki, əsas yazının üzərində yerləşir spesifikasiyası. Bəs burada nədir? Biz bilirik ki, 5-ci sinifdə keçmişdik. Məmulatın adı, materialı, miqyası, detalların adı, sayı burada qeyd olunur. Həmçində burada da deyir, detallar sadalanır, detalların adları, sayı, materialı qeyd olunur və orada da cədvələ də baxanda görəcəksiniz ki, orada material da var, neçə belə deyək, detal var, hansı materialdan hazırlanıb, onlar qeyd olunur. Yığma çertyojunun oxunması zamanı əvvəlcə əsas yazının məzmununu, məmulatın adı və təsvirin miqyası, sonra isə məmulatın təyinatı və iş prinsipi öyrənilir. Yəni, bu çertyojun oxunması o deməkdir ki, əsas yazının məzmunu, yəni əsas yazıda belə deyim də, nə istənilir? Yəni, biz bu çertyoju qurarkən bizdən nə istənilir? Məmulatın adı, gördüyümüz kimi, bayaq spesifikasiyada yazmışdı. Miqyasını yazmışdı, sonra məmulatın iş prinsipi, təyinatı, yəni hər birisi yığma çertyojunun oxunmasında vacib amillərdəndir. Sonra deyək ki, spesifikasiya üzrə detalların adı, onların hazırlandığı materiallar müəyyənləşdirilir. Bilirik bunları. Detallar yığma çertyojunun bütün görüntülərində tapılır. Bu bilirsiniz nə deməkdir? Yəni bu çertyojda bütün görüntülər tapılır nə deməkdir? Məsələn, çertyojda ölçülər göstərilir. Məsələn, 1-in 2-yə, sonra orada rəqəmlərlə verilir, hansı hissə, hansı rəqəmlə verilir, hansı materialdan olmalıdır. Yəni biz hazırlayacağımız məmulatlar da bizim əlimizdə olan məmulat və cədvəldə olan belə deyim, detallar eyni olmalıdır. Yəni uyğunlaşdırmalıyıq. Axı biz çertyoja baxıb hər hansısa bir məmulatı, o konstruktor və yaxud da ki, o çertyoju yerinə yetirən o şəxs, o işi yerinə yetirən həmin adam o çertyoju oxumağı bacarmalıdır və onları bir-birinə uyğunlaşdırıb yerinə yetirməlidir. Yəni, tutaq ki, bu cədvəldə miqyas 1-in 2-yə veribsə, həmin onu düzəldən insan onu 1-in 4-ə olaraq yerinə yetirə bilməz. Eyni olmalıdır. Eyniləşdirməlidir. Hər ikisi də çertyojda olan yəni görüntüləri reallıqla bir-birinə uyğunlaşdırıb tapmalıdır. Detalların nömrəsini tutaq ki, 2 nömrəli detaldır, baxmalıdır cədvələ, görməlidir 2 nömrəli detal hansı hissədə yerləşdirilir, hansı hissəyə belə deyək quraşdırılır. Fikrim aydın oldu yəqin ki. Sonra
Məmulatın forma və konstruksiyası, həmçinin detalların birləşdirmə üsulları və onların yığılma ardıcıllığı müəyyənləşir. Yəni dediyim kimi, belə mənim danışdıqlarımı kitabda da sadalayır ki, yəni onlar hansı bir-birinin ardınca quraşdırılacaq, hansı detallar birləşdiriləcək, hansı formada olacaq. Yəni bu, əsas bunu bilməlidir. Yəni spesifikasiyada belə deyək, məmulatları yəni hazırlayan insan o cədvələ əsasən getməlidir. Sonra yığma çertyojunun oxunmasına yazının və spesifikasiyanın məzmununun öyrənilməsindən başlayır. Yəni yığma çertyojunu oxumaq yenə eyni dediyim mənanı verir. Bu sözü yadda saxlayırıq. Çertyojun oxunmasına, yığma çertyojunun oxunmasına əsas yazının və spesifikasiyasının məzmunun öyrənilməsindən başlayır. Yəni bayaq sadaladığım kimi biz bilməliyik, baxmalıyıq ki, bu cədvələ, orada cədvəldə nə verib, hansı material verib, hansı məmulatdan hazırlayacaq biz bu hazırlayacağımız məmulatı, əşyanı, materialı fərqi yoxdur. Nə düzəldiriksə, nə yığma çertyojdur, quraşdırmadır. İndi bilmirik də, hər hansı fərqi yoxdur. Bizə burada yığma çertyojundan danışır. Biz əsas yazını da oxumalı bacarmalıyıq, yəni həmin şəxs, həmin insan, həmçinin də spesifikasiyanı da oxumağı bacarmalıdır ki, belə deyim də, bu işi rahatlıqla yerinə yetirə bilsin. Belə müəllimlər, dərsimiz bu qədərdir. Ümid edirəm hər kəsə aydın olmuşdur. Sağ olun.